Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Oruc bəhsindən davam edirik. Bu bəhsdə kimlər oruç tutmaya bilərlər Ramazan ayında və yaxud da kimlər üçün oruç tutmaq gərəkli deyil. Ondan davam edəcək inşallah. Bismillahirrahmanirrahim. Faradallahu s-savme lihikamin ve menafi'a minhel husul ale't-takva. Velakin la yukellifullahu nefsen illa vus'aha ve innema yuridullahu bi'ibadihil yusr. Veliza abahal fıtra iza lahiqatil meşakkatu ev'd-darar bis-savm. Kısacası, hörmətli izləyicilər, Quran-ı Kərimdə Uca Rabbimiz Bəqərə surəsi 183-cü ayəsində Ramazan orucunu hər bir müsəlmana həddi buluq yaşına çatmış və əqli qüsuru olmayan hər bir müsəlman üçün Ramazan orucunu fərz qılmışdır. Ramazan orucunun fərz qılınmasında yenə ayənin sonunda Uca Allah "Ləalləkum təttəqun" deyərək təqva ilə birbaşa əlaqələndirmişdir. Buna rəğmən Rəbbimiz Quran-ı Kərimdə bir çox ayədə və eyni zamanda Peyğəmbərimiz bəzi hədislərində insanın daşıya bilməyəcəyi bir öhdəçiliyin insana yüklənmədiyini açıq şəkildə ifadə etmişdir. Yenə ayədə buyurulduğu kimi Rəbbimiz bizim üçün asanlıq istəyir, çətinlik bizim üçün istəməmişdir. Bu səbəblərdən bəzi şəxslər vardır ki, müəyyən məşəqqətlərdən ötürü, müəyyən çətinliklərdən ötürü onların Ramazan ayında Ramazan orucunu tutmamaları, icazəlidir. İndi o şəxslərdən bəhs eləyəcək inşallah. Fəyəcuzul fıtr əv yecibu limən yəti. Aşağıdakı şəxslərin, indi bəhs edəcəyim şəxslərin oruç tutmamaları icazəlidir və yaxud da bir qism şəxslər də vardır ki, onların oruç tutmaması vacibdir. Öncə, kimlər oruç tutmaya bilərlər? Yəni, oruç tutmamaları caiz olan şəxslər. 1. Limaridin xafə ziyadətə maradihi əv xafə but'əl bur'i və tu'lə muddətil marad. Birincisi kim olar? Xəstəliyin artmasından qorxan və yaxud da xəstəliyin yaxşılaşmasını zəiflədən və ya xəstəlik müddətinin artmasından qorxan xəstələr. Qısacası bir insan xəstəliyin oruç tutduğu zaman xəstəliyinin sağalmasına əngəl törədəcək bir səbəb görərsə, bu da necə olacaq? Mütəxəssis bir həkimin tövsiyəsinə əsasən. Yəni, mütəxəssis olan, sahəsindən mütəxəssis olan bir həkim desə ki, bu insanın oruç tutması onun səhhəti üçün təhlükəlidir, onun xəstəliyin artmasına və ya onun sağalmasına təhlükə yarada bilər. Bu insanların oruç tutmaması caizdir. Yəni, bu insanlar oruç tutmaya bilərlər. Bəli, və yaxud da özünün belə bir təcrübəsi varsa ki, oruç tutduğu təqdirdə onun səhhətində pisləşmə olacaq. Bu insanlar oruç tutmaya bilərlər. Çünki dinimizdə önəmli olan ünsürlərdən biri, yəni bizim məqasid-i şəriyə, yəni İslam şəriyyətinin məqsədlərindən birisi nədir? Dinimizin qorumaqla mükəlləf olduğu məqsədlərindən birisi də insan canının qorunmasıdır. İkincisi, وَلِحَامِلٍ خَافَتِ الدَّرَرَ عَلَى نَفْسِهَا əv cəninihə. Yəni, özü və ya bətnindəki uşağa bir təhlükə, bir zərər gəlməsindən qorxan hamilə qadın. Yəni, oruç tutduğu təqdirdə özünün səhhətinə və ya onun bətnindəki uşağın səhhətinə bir zərər gələcəyindən qorxan, zərər gəlmə təhlükəsi olan hamilə qadınlar da oruç tutmaya bilərlər. Onların da belə bir səlahiyyəti, belə bir icazəsi vardır. Təbii ki, bunlar da əsasən ya insanın öz təcrübəsi ilə və yaxud da mütəxəssis bir həkimin tövsiyəsi ilə bilinər. Üçüncüsü, وَلِمُرْدِعٍ خَافَتِ الدَّرَرَ عَلَى نَفْسِهَا əv vələdihə. Öz canı üçün, öz səhhəti və ya əmzirəcəyi uşağa bir zərər gəlməsindən qorxan, süt əmizdirən, süt verən analar. Burada bir şey diqqət etmək lazımdır.
Yani süt verənin uşağın biyolojik anası olma şərti yoxdur. Yani o uşağın öz anası da ola bilər və yaxud onun süt anası da ola bilər. Əgər mütəxəssis həkimlərin tövsiyəsinə əsasən süt əmzirən uşaq anaların müəyyən dərmanlar qəbul etmə ehtimalı var. Məsələn, həkim desə ki, bu dərmanı qəbul etdiyi zaman o uşaq üçün bir faydası olacaq, o zaman həmin ananın və ya süt ananın da oruç tutmaması icazəlidir. Diğeri, dördüncüsü, وَلِمَنْ حَسَلَ لَهُ الْعَتَشِ عَتَشٌ شَدِيدٌ اَوْ جُوعٌ شَدِيدٌ يُخَافُ مِنْهُ الْهَلَاكِ. Yani bir insan üçün onun canına, səhhətinə zərər verə biləcək, onun həlak olmasına gətirib çıxara biləcək dərəcədə aclıq və ya susuzluq baş verərsə, başqa bir ifadə ilə desək, bir insan oruçludur və ya da elə bir vəziyyətdədir ki, elə bir haldadır ki, uzun müddətli ac qalması və ya susuz qalması onun canı üçün bir təhlükə yaradacaqsa, onun da oruç tutmaması icazəlidir. Az öncə qeyd etdiyimiz kimi, demişdik ki, İslam şəriətinin əsas məqsədlərindən biri də insanın canını qorumaqdır. Belə, bu şəxslər, demək ki, xəstəliyi olan şəxslər, süt əmzirən analar və ya süt anaları, daha sonra hamilə qadınlar, bir də şiddətli onun ölümünə və ya səhhətinə ziyan vuracaq şiddətli susuzluq və ya aclıq qorxusu olan şəxslər, daha doğrusu səhhətlərinə ziyan vurma qorxusu olarsa, bu şəxslər oruç tutmaya bilərlər saydığımız. Bunun xaricində isə bu dediyimiz bəndlər oruç tutmaması icazəli olan şəxslərdir. İndi isə deyəcəyimiz bənddə kimlər üçün oruç tutmaq qətiyyən olmaz. Yəni onların tutduğu oruç səhih olmaz. Onlar oruç tutmamalıdırlar. Bunlar da yecibul iftar aləl haidi və nüfəsə və la yasihhus-sav minhuma. Zahı qadınlar və ya heyzli qadınlar, aybaşı halında olan qadınların oruç tutmaması lazımdır. Onlar üçün oruç tutmaq doğru değildir. Bu da bizim bildiğimiz mövzulardan biridir. İndi diğer bir məsələ isə səfər halında olan insanlarla əlaqədardır. Yecuzu lil musafir en yasuma ev yuftira. Lakin ma huvel afdal? Səfərdə olan bir şəxs, bilirik ki, məzhəblərə görə fərqli olmaqla birlikdə 90 kilometrdən artıq məsafə səfərlik hökmündədir. Səfərdə olan bir insan istərsə oruç tutar, istərsə də orucunu tutmaya bilər. Hansı daha fəzilətlidir? El-afdal lehu en yasuma izə lem yeşuqqa aleyhi. Əgər səfərdə oruç tutması onun üçün hər hansı bir məşəqqət ortaya çıxarmayacaqsa, onun oruç tutması daha yaxşıdır. Quran-ı Kərimdə də ən tasumu xayrun lekum deyir. Elə deyilmi ayənin sonunda? Yəni oruç tutmağınız sizin üçün daha xeyirlidir, daha faydalıdır. فَاِنْ شُقَّ فَالْأَفْضَلُ الْفِطْرِ. Ama فَاِنْ شَقَّ فَالْأَفْضَلُ الْفِطْرِ. Eğer oruç tutması onun için bir çətinlik törədərsə, onun için bir məşəqqət törədərsə, istər səhhətinə, istər başqa səbəblər də ola bilər, onun oruç tutmaması daha fəzilətli, daha əfdal olacaq. İndi səfərliklə əlaqədar son bir şey də söyləyəcəm. فَاِنْ صَامَ الْمُسَافِرُ لَمْ يَجُزْ لَهُ اَنْ يُفْتِرَ اَسْنَاءَ السَّوْمِ. Eğer səfərdə olan bir şəxs oruç tutubsa, فَاِنْ صَامَ الْمُسَافِرُ لَمْ يَجُزْ لَهُ اَنْ يُفْتِرَ اَسْنَاءَ السَّوْمِ. Eğer səfəri olan bir şəxs oruç tutubsa, onun orucunu pozmaması lazımdır. وَكَذَا لَوْ صَامَ الْمُقِيمِ ثُمَّ سَافَرَ لَا يَجُزْ لَهُ اَنْ يُفْتِرَ. Amma bir insan səfərdə deyilsə, ona biz muqim deyirik yəni. Səfərdə olmayan bir şəxs oruç tutubsa, daha sonra səfərə çıxıbsa, onun orucunu pozması icazəli deyil. İllə li'uzri mimmə səbəqa. Ancaq hansı hallarda poza bilər? Yuxarıda qeyd etdiyimiz səbəblərdən biri baş verərsə, səfərdə olan muqim olub,
daha sonra səfərə çıxan şəxsin orucunu pozması mümkündür. Subhaneke la ilme lena illa ma allamtana inneke entel alimul hakim.